Vaxtınız xeyir olsun uşaqlar. Bu gün biz sizinlə 7-ci sinif şagirdləri üçün fizikadan periodik rəqsi hərəkət mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsə keçməmişdən qabaq hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı məhz siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Budur ki, gələcəyinizi gözəl inşa etmək üçün başlayaq dərsimizə. Əvvəlcə birinci tapşırığa keçək. Amma birinci tapşırığa keçməmişdən qabaq özümüz üçün alt səhifə açaq ki, tapşırıqları izahlı şəkildə həll etmək bizə rahat olsun. Birinci tapşırıqda bizdən soruşur ki, ipli rəqqasın yükünün sürəti hansı halda artar, hansı halda azalar? Əvvəlcə ipli rəqqas çəkək uşaqlar. İpli rəqqas tarazlıq vəziyyətində idi. Daha sonra biz ipli rəqqası tarazlıq vəziyyətindən çıxardırıq və bir kənar vəziyyətinə gətiririk. İpli rəqqası kənar vəziyyətinə gətirdikdə əlimizdən buraxsaq, əvvəlcə tarazlıq vəziyyətinə qayıdacaq, sonra yenə də tarazlıq vəziyyətindən çıxıb kənar vəziyyətinə alacaq. Düzdür? Onu da çəkib burada göstərdim. İndi uşaqlar bizdən neyi soruşur? Soruşur ki, kənar nöqtələrdən tarazlıq nöqtəsinə doğru hərəkət edərkən və yaxud da ki, əksinə olduqda sürət necə dəyişər? Biz mövzu izahında uşaqlar öyrənmişik ki, yaylı rəqqasda və yaxud da ki, yüklü rəqqasda heç bir fərqi yoxdur. Hər ikisində də cisim tarazlıq vəziyyətində olduqda sürət maksimum qiymətini alır. Ən böyük qiymətini orada alır. Amma kənar vəziyyətlərində olduqda isə sürət sıfıra bərabər olur. Yəni, ən kiçik qiymətini kənar vəziyyətlərində alır. İndi bu dediklərimdən istifadə etsəm uşaqlar, belə nəticəyə gələrəm ki, A variantına baxaq, kənar nöqtələrindən tarazlıq nöqtəsinə doğru hərəkət edərkən. Biz dedik ki, burada maksimum qiymət alır, düzdür? V max yazaq. Kənar nöqtəsində isə sıfıra bərabərdir. Burada yazaq 0. Kənar nöqtələrindən tarazlıq nöqtəsinə doğru. Fikir verin uşaqlar, kənar nöqtə buradadır. Tarazlıq nöqtəsinə doğru hərəkət edirəm. Sıfırdan maksimuma doğru gəlirəm. Demək ki, nə oldu? Sürətimiz artdı. Yazaram, sürət artar. B variantına baxıram. Tarazlıq nöqtəsindən kənar nöqtəsinə doğru. İndi fikir verin uşaqlar. Tarazlıq nöqtəsi bax buradadır. Düzdür? Dayandığı nöqtədə. Kənar nöqtəsinə doğru getdikdə isə sürət nə edəcək? Maksimumdan sıfıra doğru gedir. Demək ki, sürətimiz azalacaq. O zaman yazaram, sürət azalar. Bax, bu şəkildə qeyd etmiş olaram. İndi keçirəm ikinci sualı. Yazdıqlarımı silin ki, rahat olsun. İkinci sualda deyir ki, yaylı rəqqasın yükünün ən aşağı vəziyyətdən tarazlıq vəziyyətinə qayıtmasına 0,5 saniyə vaxt lazım olur. Onun rəqs periyodunu və rəqs tezliyini hesablayın. Uşaqlar, biz bilirik ki, bir tam rəqs üçün bizə 4 amplitut lazımdır. Düzdür? Burada da verir ki, tarazlıq vəziyyətinə doğru, yəni kənar vəziyyətdən tarazlıq vəziyyətinə doğru gəlməsinə, yəni bir amplituda sərf olunan zaman 0,5 saniyədir. Dedik ki, periyodumuz 4 amplituda bərabərdir. Bir amplituda sərf olunan zaman 0,5 saniyədirsə, bəs 4 amplituda sərf olunan zaman nə qədər olacaq? Bəli, bu zaman periyodu tapanda 0,5 saniyəni 4-ə vuralım. Edər 2 saniyə. Deməli, bizim periyodumuz 2 saniyə imiş. Yazıram burada. T bərabərdir 2 saniyə. İkinci sual deyir, rəqs tezliyini hesablayın. Bir əvvəlki mövzuda öyrənmişdik ki, periyod tezliklə tərs mütənasibdir. T bərabərdir 1 bölsün N-yə. Eyni zamanda N də bərabərdir 1 bölsün T-yə. Belə olduğu təqdirdə alaram ki, biri periyodumuz 2-yə bərabərdir. 2-yə bölsəm 0,1 saniyənin üstü -1. Yəni, bu şəkildə həll etmiş oluruq. İndi də keçək 3-cü tapşırığa. 3-cü tapşırıqda bizdən soruşur ki, rəqs amplitudu 0,5 metr. Yazıram. A bərabərdir 0,5 metr. Rəqqas 10 saniyə ərzində T bərabərdir 10 saniyə ərzində 5 rəqs edir. Yəni, N bərabərdir 5. Onun rəqs periyodunu, yəni T bərabərdir sual işarəsinə və 20 saniyə ərzində
getdiyi yolu hesablamaq lazımdır. Əvvəlcə mən rəqs periodunu uşaqlar tapıram. Rəqs periodunu tapmaq üçün düsturu bilirik ki, t bərabərdir, t bölünsün n-dir. Gətirib yerinə qoyaram. T'miz də var 10'dur. Dövrlərimizin sayı da var 5'dir. Bərabərdir 2 saniyə. Tapdım ki, periyodum nə qədər imiş? 2 saniyə imiş. İndi bizdən soruşur ki, ikinci sualda 20 saniyə ərzində getdiyi yolu. Yolun da biz düsturun bilirik ki, 4 amplitude vurulsun n-ə bərabərdir. Baxın uşaqlar, amma bizə 20 saniyə ərzində deyir. Axı biz 20 saniyə ərzində neçə dövr etdiyini bilmirik, düzdür? Neçə dövr etdiyini bilmiriksə, o zaman bu dövrlərin sayının yerinə, qoy buradan izahla yazın. Baxın uşaqlar, qırmızı ilə göstərim, anlaşılır olsun. Periyodun düsturunu bilirdi ki, t bərabərdir, t bölünsün n-dir, düzdür? N niyə bərabərdir bəs? T bölünsün periyod testi. Bax bunu gətirib bu düsturda yerinə qoyaram. Gətirib düsturda yerinə qoysam, nəticəm necə olar? Bərabər olacaq. 4 amplitud vurulsun, n-in də yerinə t bölünsün, t yazaram. Bax belə uşaqlar. İndi məsələni həll edərəm. Daha rahatlıqla həll etmiş olaram. L bərabərdir. 4 vurulsun. Amplitudumuz var. 0,5. Vurulsun. T'miz var. Bax burada da t'miz 20 saniyə. 20. Periyodumuz da var. Tapmışdıq 2. 2 ilə 4 xısar geçsin. Burada qalsın 2. 2'ni 0,5'e vurduqda 1. 20'ye vurduqda 20 metr. Aldıq ki, deməli 20 saniyə ərzində 20 metr yol getmiş olar. Belə. İndi keçək öyrəndiklərinizi yoxlayın hissəsinə uşaqlar. Öyrəndiklərinizi yoxlayın hissəsində indi yuxarıda ağ səhifacaq. Bizim üçün hesablama rahat olsun uşaqlar. Birinci sualda deyir ki, çevrə üzrə periodik hərəkət ilə periodik rəqsi hərəkətin bir oxşar, bir fərqli cəhətini göstərin. Baxın, aydın olsun deyənə hər birini ayrı-ayrılıqda göstərirəm. Çevrə üzrə periodik hərəkət nə idi? Çevrə çəkirəm və bunun üzərində hansısa bir A nöqtəsi qeyd edirəm. Çevrə üzrə periodik hərəkət o deməkdir ki, cisim A nöqtəsindən başlayır, yenidən fırlanıb A nöqtəsinə gəlir. Bu olur çevrə üzrə periodik hərəkət. Bəs periodik rəqsi hərəkət nədir? İndi onu izah edim. Periodik rəqsi hərəkət isə, tutaq ki, tarazlıq vəziyyətinə asılan bir yay götürün. Bu yayı kənar vəziyyətinə doğru çəkirəm və daha sonra digər kənar vəziyyətinə gəlir. Yəni, periodik rəqsi hərəkət o deməkdir ki, cisim müəyyən bir kənar vəziyyətinə çıxarılıb, tarazlıq vəziyyətinə qayıdır, sonra gedir yenə də kənar vəziyyətinə, bu kənar vəziyyətindən yenidən tarazlıq vəziyyətinə, yenə də kənar vəziyyətinə qayıdır. Bu bilirsiniz niyə bənzəyir? Kəfkirli saat olur. Bax ona bənzəyir. Buradan başlayır, digər tərəfə doğru gedir, sonra digər tərəfdən yenə də öz əvvəlki vəziyyətinə qayıdır. Bu olur periodik rəqsi hərəkət. Bax bu şəkildə. Amma çevrə üzrə periodik hərəkətdə isə A nöqtəsindən başlayır, yenidən A nöqtəsinə doğru gəlmiş olur. Deməli, indi oxşar və fərqli cəhətini deyirsə yazaq. Oxşar və fərqli cəhəti nədir? Əvvəlcə oxşar cəhəti odur ki, oxşar. Hər ikisi periodikdir. Hər ikisi periodikdir. Periodikdir. İndi fərqli cəhətini yazaq. Fərqli cəhəti bax ondan ibarətdir ki, bütün periodik rəqsi hərəkətlərdə cisim tarazlıq vəziyyətindən bir period ərzində 2 dəfə keçir. Bax, rəqsi hərəkətdə bir period ərzində tarazlıq vəziyyətindən 2 dəfə keçir. Amma bax, buradan başlayırdı, tarazlıq vəziyyətindən gedirdi və digər tərəfə gəlirdi, 2 dəfə keçmiş olurdu. Amma çevrə üzrə periodik hərəkətdə isə cisim tarazlıq vəziyyətindən bir period ərzində yalnız bir dəfə keçmiş olur. Baxın, bir daha izah edirəm. Baxın, uşaqlar, periodik rəqsi hərəkətdə tarazlıq vəziyyəti budur. Kənar vəziyyətindən qayıdıb yenidən öz əvvəlki vəziyyətinə qayıtması bir perioddur, düzdür? Fikir versəz, buradan tarazlıq vəziyyətindən 2 dəfə keçdi.
Amma çevre özü periodik hərəkətdə isə başlayır A nöqtəsindən, yenidən A vəziyyətinə qayıdır, bir dəfə keçmiş oldu. Bax, fərq bundan ibarətdir. Sonra ikinci suala keçək. İkinci sualda bizdən soruşur ki, yükün getdiyi yolun rəqslərin sayına nisbəti 4-ə bərabər olarsa, rəqqasın rəqs amplitudunu hesablayın. Hesablayaq. Əvvəlcə bunun dediyi kimi yazaq. Yükün getdiyi yolun, yəni elin, rəqslərin sayına nisbəti n-ə olan nisbəti bərabərdir 4 olarsa, rəqqasın rəqs amplitudunu tapın. A bərabərdir sual işarəsinə. Biz bilirik ki, L bərabərdir 4 amplitud vurulsun n. Buradan A-nı tapsam, bərabərdir L bölünsün 4 n-ə. Fikir verin uşaqlar, burada bizə L-in n-ə olan nisbətini neçə verib? Burada verib, 4-ə bərabər verib. O zaman mən gətirib yerinə qoysam, alaram ki, A bərabərdir 4 bölünsün 4, bu da bərabərdir 1 metr. Tapdım ki, amplitudum 1 metrə bərabərdir. Bu şəkildə həll edərik. İndi keçək üçüncü suala. Üçüncü sualda deyir ki, ipli rəqqasının rəqs periodu 2 saniyə. Yəni, T bərabərdir 2 saniyə. Rəqs amplitudu isə 0,5 metrdir. A bərabərdir 0,5 metr. Onun yükünün 25 saniyədə getdiyi yolu hesablayın. Yəni, T bərabərdir 25 saniyədə getdiyi yolu hesablayacağım uşaqlar. Biz bilirik ki, yenə də yolun düsturu necədir? L bərabərdir 4 amplitud vurulsun n-ə. Amma fikir verin, bizdə dövrlərin sayı yoxdur. Bəli, o zaman biz necə yazarıq? L bərabərdir 4 amplitud. Baxın, bayaqları mənim dediyim kimi. T bərabərdir, T bölünsün n-dir, düzdür? Buradan indi n-i tapsam, nə olacaq? Olacaq T bölünsün T-yə, düzdür? Bax, mən indi bunu gətirib burada yerinə yazacağım. O zaman alaram ki, n-in yerinə qoyacağım. T bölünsün T-ni. Amma bizdən burada L-i soruşur. Hesablayaram. 4 vurulsun. Amplitudumuz 0,5. T-miz nə qədərdir? 25 saniyə. Amma periodumuz nə qədərdir? 2 saniyə. 2-lərini sıxsar getdi. Burada qaldı 2. 2-ni 0,5-ə vurduqda edir 1. 1-i də 25-ə vuranda 25 metr almış olaraq. Deməli, yükün 25 saniyədə getdiyi yol 25 metrə bərabər imiş. İndi keçək dördüncü suala. Dördüncü sualda deyir ki, ipli rəqqasın yükü bir kənar vəziyyətindən digər kənar vəziyyətə hərəkət edib, sonra isə tarazlıq vəziyyətinə qayıtdıqda 3 saniyə vaxt keçir. Bax, çəkirəm mən buradan. Kənar vəziyyətinə gəlib, bax, burada olub. Sonra yenidən gəlib burada kənar vəziyyətinə. İndi fikir verin uşaqlar. Deyir ki, ipli rəqqasın yükü bir kənar vəziyyətindən digər kənar vəziyyətinə hərəkət edib. Yəni, bu kənar vəziyyətindən digər kənar vəziyyətinə hərəkət edib. Daha sonrası var. Sonra isə tarazlıq vəziyyətinə qayıtdıqda, yəni buradan da çıxıb bura qayıtdıqda sərf olunan zaman 3 saniyədir. Fikir verin, mən buradan çıxıram, bu kənar vəziyyətinə gəlirəm və sonra yenidən tarazlıq vəziyyətinə qayıdıram. Nə qədər amplitud sərf olundu? 1, 2, 3. Və bu dövrə sərf olunan zaman 3 saniyədir. İndi demək ki, mənim amplitudum bir amplituda sərf olunan zaman 1 saniyə imiş. Amma məndən buradan soruşur rəqs periodunu. Biz bilirik ki, periyoda 4 amplitud lazımdır. O zaman periodumuz bərabərdir 4-ü vuraram 1-ə, 4 saniyə olmuş olar. Baxın uşaqlar, əvvəlcə 1 saniyə gəldi bura, daha sonra 1 saniyə gəldi bura. 1 saniyə tarazlıq vəziyyətinə qayıtdı, sonra 1 saniyə də yenidən öz əvvəlki vəziyyətinə qayıtmış oldu. Belə, bu şəkildə periodunu hesabladıq. 4 saniyə, indi tezliyi soruşursa da 1-i böləcəm periyoda, 1-i böləcəm 4-ə, 0,125 saniyə almış olacaq.
Və beşinci, sonuncu sualı da həll edək. Beşinci sualda deyir ki, rəqs tezliyi 1 saniyə üstü mənfi 1. Yəni, nü bərabərdir 1 saniyə üstü mənfi 1. Rəqs amplitude isə 25 saniyə. A bərabərdir 25 santimetr daha doğrusu. Olan yaylı rəqqasın yükünün 10 metr yolda. Deməli, L bərabərdir 10 metr yolda getdiyi zamanı tapın. P bərabərdir sual işarəsinə. Baxın uşaqlar, biz yenə də yolun düsturunu yazırıq. L bərabərdir 4 amplitud vurulsun L. İndi bizdən zamanı soruşur. Biz bilirik ki, biraz əvvəl dediyimiz kimi, periodun düsturu necə idi? İndi perioddan söhbət getmir burada, tezlikdən gedir. Deməli, tezliyin düsturunu yazaq. Tezliyin düsturunun n bölünsün t-dir. İndi buradan t'ni, daha doğrusu n'i tapsam, çünki mən burada gətirib yerinə qoyacağam. N bərabərdir, nü vurulsun t'yə. Bax, bu aldığım düsturu gətirirəm, burada yerinə yazıram. Gətirib yerinə yazsam, hansı düstur alınacaq? L bərabərdir 4 amplitud vurulsun. N'in yerinə nü vurulsun, t'ni yazaram. Amma məndən bunu istəmir, məndən zamanı istəyir. Buradan zamanı tapsam, yolu bölərəm, 4 amplitud vurulsun nüyə. Bərabər olacaq. Elimiz var, bəli, 10 metr. 4 vurulsun. Amplitudumuz nə qədərdir bə? Bunu da çevirək. Baxın, burada 0,25 metr. 0,25 vurulsun. Nüyumuz nə qədərdir? 1. Belə. Bunları vursaq bir-birinə, alarıq ki, doğru cavab nə olacaq? 4'ü 0,25'e vurduğumda alaram ki, bəli, 1'ə bərabərdir. 10, 1'i də 1'ə vuranda 1. 10 saniyə almış olaram. Belə uşaqlar, deməli, buradan nə yazaram? T bərabərdir 10 saniyə. Bax, belə uşaqlar. Ümid edirəm ki, tapışıqların izahı hər birinizə detallı şəkildə aydın olmuş oldu. Yenə də hər zaman dediyim kimi, öz gələcəyinizin mimarı məhz siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin öz əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər. Sağ olun uşaqlar.